Salam, hörmətli izləyicilər. Xoş gördük hər birinizi. Necəsiz? Bugünkü dərsimizdə sizlər üçün xaçlı yürüşləri və ya bəzi mənbələrdə sərib yürüşləri adlanan mövzu haqqında izah verəcəm. Oturun, əyləşin, yanınıza bir dənə də çay alın, rahatca izləyin. Çünki bir qədər mövzumuz uzun olacaq və diqqətlə dinləmənizi tövsiyə edirəm. Dərsimizə başlayaq. İlk öncə belə bir məqamı vurğulamaq istəyirəm ki, biz sizinlə ötən dərslərimizin birində Frank dövləti haqqında məlumat əldə etmişdik və öyrənmişdik ki, 843-cü ildə Frank imperiyası 3 hissəyə parçalanmışdı. Almaniya, İtaliya, Fransa krallıqlarına parçalanmışdı və bununla da artıq Avropa ərazisində, Qərbi Avropada feodal dağınıqlığı dövrü başlamışdı. 9-11-ci əsrləri əhatə edən bir dağınıqlıq dövrü başladı. Və bu dağınıqlıq dönəmində artıq başladılar feodallar bir-birləri mübarizə aparmağa. Onlar daha çox sərvət əldə etmək, daha çox torpağa sahib olmaq, dünya üzərində liderlik kimi fikirlər irəli sürərək başladılar mübarizə etməyə. Mübarizələrin gedişində belə bir zamanda xristiyan kilsəsinin başçılarından biri olan Roma papaları da artıq mübarizəyə qoşuldular və Roma papaları dünyaya ağalıq etmək istəyirdilər. Dünya üzərində güc sahibi olmağa çalışırdılar və bütün gücləri özlərinə tabe etmək istəyirdilər, ram etmək istəyirdilər. Roma papası yalnız Avropa ərazisində yox, bütün dünyada ağalığa sahib olmaq çalışırdı. Roma papaları istəyirdi ki, bütün dünya üzərində xristiyanlıq dini yayılsın və bu xristiyanlıq dini vasitəsilə öz hakimiyyətlərini möhkəmləndirsinlər. Və belə bir məqam var idi ki, Roma papalarının, yəni kilsə başçılarının əllərinin altında güclü əskərlər, ordular, qoşunlar yox idi. Amma onların keşişlərdən ibarət təbliğat ordusu var idi. Onlar keşişlər, yəni ruhanilər vasitəsilə xristiyanlıq dinini yayırdılar, öz fikirlərini insanlar içində yaymağı bacarırdılar. Təbii ki də Roma papaları öz məqsədlərini həyata keçirmək üçün tək başına hərəkət etmirdilər. Onlar öz məqsədlərini həyata keçirən zaman dini amildən istifadə edirdilər. Bu məqsədlə də kəndliləri, feodalları, ruhaniləri, böyük bir Avropa kütləsini öz tərəflərinə çəkməyi bacarırdılar. Və belə bir məqam qeyd olunur ki, hələ Frank dövləti dağılmamışdan da öncə Roma papalarının dünya üzərində hakimlik etmək istəyi var idi. Belə bir fikir ifadə edirdilər ki, Roma papaları söyləyirdilər ki, Tanrı ilə şeytan arasında mübarizə gedir. Dünya Tanrı ilə şeytanın mübarizəsindən ibarətdir. Və sonda Tanrı qalib gələcək, Tanrının dövləti qurulacaq, bu dövlətin başçıları papalar olacaq. Roma papalarının belə bir ideyası var idi. Yenə söyləyirəm, bu ideya hələ Frank imperiyasının parçalanmasından bir xeyli əvvəl meydana gəlmişdi. Erkən xristiyanlıq dönəmində yaranmışdı. Hansı ki, biz bilirik ki, xristiyanlıq dini 1-ci əsrdə yarandı və yayılmağa başladı İsa Peyğəmbər tərəfindən. Və bu dövrdən artıq etibarən Roma papaları başladılar ki, öz hakimiyyətlərini möhkəmləndirsinlər. Bu məqsədlə də Roma papaları öz məqsədlərini həyata keçirən anlarda Avropada vəziyyət gərgin idi. Aclıq, səfalət hökm sürürdü, insanların vəziyyəti gərgin idi. İnsanlara daha çox mal, dövlət, şan-şöhrət, imkan lazım idi. Bu təbii ki, papaların irəli sürdüyü fikirlər hər kəsin fikrinə uyğun gəlirdi. Kəndlilər də, feodallar da, digər insanlar da Roma digər papaların fikirlərini bəyənirdilər. Belə ki, Roma papaları fikir irəli sürdülər ki, onlar artıq deməli şərq istiqamətində yürüşə başlamalıdırlar. Avropa əhalisi şərq istiqamətində müsəlmanlar yaşayan bölgələrə yürüş eləməlidirlər. Çünki niyə? Səbəb var. Burada əsas səbəb bu idi ki, papalar ilk növbədə çalışdılar ki, insanları sülh çağırışına cəlb etsinlər. Lakin döyüşçü əskərlər, döyüşçü ünsürlər sülh çağırışına cavab vermədilər. Ardınca papalar ortaya tulladılar Qüds ərazisini. Hansı ki, Qüds ərazisi bu Suriya-Fələstin yaxınlığında yerləşirdi, bilirik ki, Ön Asiya bölgəsində Aralıq dənizinin şərq istiqamətində yerləşən şəhərlərdən biri idi və papalar söyləyirdilər ki, İsa'nın qəbri Qüds şəhərində yerləşir. Biz Qüdsə yürüş edərək
O Qüdsdə İsa'nın qəbrini düşmən tapdağından qurtarmalıyıq. Müsəlmanların və Yahudilərin tapdağından qurtarmalıyıq. Və bunu söyləyərkən Roma papaları şişirdilmiş vədlər elan edirdilər. Söylürdülər ki, güya küçələrindən süd və bal axan Qüds əfsanəsi deyilən bir yer var. Onlar Qüdsə yürüş edəcək və daha da varlanacaqlar. Feodallar da varlı olacaq, kəndlilər də və eyni zamanda dini amildən istifadə edən, amma əsas siyasi məqsədlərini pərdələyən Roma papası öz sərvətini qazanmağa çalışırdı. Və Qüds istiqamətində və digər şərq ölkələri istiqamətində başlayan yürüşlər səlib yürüşləri adlanırdı. Çünki səlib yürüşləri xaçlı yürüşlərdir. Niyə? Bunlar xristiyan dininin nümayəndələrinin yürüşüdür. Boyunlarına xaç taxanların yürüşüdür. Hətta bəzi insanlar belə bu papaların çağırışı olan zaman onlara qulaq asırdılar və elə həmin andaca boyunlarına xaç taxıb, özlərini xristiyan elan edib bu yürüşə başlayırdılar. Çünki hər birinin bir məqsədi var idi, varlanmaq. Daha sonra, burada qeyd eləmişəm ki, Roma papası və patriarx sözlərini. Burada Roma papası, yenə söyləyirəm, yalnız var dövlət əldə etmək istəmirdi. Eyni zamanda Roma papası dünya üzərində hakim olmaq istəyirdi. Amma onun bu hakimiyyətinə mane olanlar da var idi də. Hansı ki biz öyrənmişik ki, 395-ci ildə Roma imperiyası iki hissəyə parçalandığı dövrdə Qərbi Roma və Şərqi Roma yaranmışdı. Hansı ki Şərqi Roma Bizans idi. Qərbi Roma ərazisində kilsənin başçısı Roma papası olduğu halda Bizans ərazisindəki kilsənin başçısı patriarx idi. Roma papası ilə patriarx daim bir-birlə mübarizə aparırdılar. Xristiyan kilsəsinə ağalıq etmək uğrunda, vahid lider olmaq uğrunda mübarizə aparırdılar. Və bu mübarizə gətirib sonra çıxartdı Xristiyan kilsəsinin özünün parçalanmasına, yeni təriqətlərin yaranmasına. Belə ki, 1054-cü ildə bu gedən mübarizələr zamanı Xristiyan kilsəsi rəsmi olaraq iki hissəyə bölündü və iki təriqət meydana gəldi: katoliklər və pravoslavlar. Katoliklər özlərinin kilsələrini, özlərinin dinlərini ümumdünya kilsəsi, ümumdünya dini adlandırırdılar. Pravoslavlar isə həqiqi din kilsəsi adlandırırdılar, həqiqi din təriqəti adlandırırdılar. Katoliklər ilə pravoslavlar artıq 1054-də parçalandılar. Yəni artıq Xristiyan kilsəsi rəsmi şəkildə iki hissəyə parçalanmış oldu. Və biz bu parçalanmadan sonra da deyəcəyik ki, yenə bunların arasında mübarizə dayanmır da. Yəni də biri digərini məğlub etməyə çalışır, eyni zamanda biri digərini özünə tabe etməyə çalışır. Yəni bu kimi amillərə biz rast gələcəyik. Burada qeyd eləmişəm Papa vilayəti adlı bir söz. Belə ki, Roma şəhəri və ətrafındakı ərazilər Roma papasının əlində idi və bu ərazilər Papa vilayəti adlanırdı. Avropa ərazisində ən varlı şəxs də məhz Roma papası idi, ən çox torpağa sahib olan da Roma papası idi. Belə ki, düzdür, Papa vilayətinin ərazisi Roma şəhəri və ətrafını əhatə edə bilərdi. Amma Avropa ərazisində torpaqların yeganə hakimi vacib Roma papası hesab olunurdu. Roma papası özünün ağalığını irəli sürürdü. Avropa ərazisində mərkəzləşmiş qaydada idarə olunan yeganə təşkilat bu kilsə idi, katolik kilsəsi idi. Katolik kilsəsi çox varlı idi. Çünki boş-boşun içindən varlı demirik. Roma papası böyük gəlir mənbələrinə sahib idi. Çünki əhalidən dini mərasimlərin həyata keçirilməsi üçün vergi alınırdı, yəni müəyyən qədər ödənclər alınırdı. Avropa əhalisindən torpağının istifadə etməsinə görə Roma papasına, kilsəyə onda bir vergisi ödəyirdilər. Bundan əlavə bəzi bayramlar keçirilən zaman, bəzi müqəddəslərin şərəfinə bayramlar keçirilən zaman buna görə də müəyyən qədər ödənç pul ödəməli idilər. Yığılan bu qədər pullar, gəlirlər hamısı hara gedirdi? Təbii ki də Roma papasının əlinə gedirdi, katolik kilsəsinə gedirdi. Hətta bununla gözləri doymayan papalar indulgensiya satışını həyata keçirirdilər. Sual verəcəksiniz ki, ay müəllimə, indulgensiya nədir? Uşaqlar və əziz izləyicilər, hər kəs bizə baxanlar, indulgensiya güya cənnət qəbizləri idi.
Papalar adi bir dənə kağız parçasını satmaqla söyləyirdilər ki, güya filan kəslər bu kağızı almaqla onlar birbaşa cənnətə gedəcəklər, onların bütün günahları silinir, heç bir günahları qalmır. Bu cür cənnət qəbizləri indulgensiya adlanırdı və bu Roma papaları indulgensiya satışını həyata keçirməkə varlanırdılar. Gördünüzmü nə qədər gəlir mənbələri var bunların? Torpaqlardan alınan onda bir vergisi, indulgensiya satışı, müqəddəslərin şərəfləri keçirilən bayramlar üçün alınan ödəncilər, yəni əhalinin ayırdığı o pul payı, bayram payı və eyni zamanda bəzi dini mərasimlər üçün xaç suyuna salınmadır, nikah məsələsidir, bu kimi məsələlərdə artıq müəyyən qədər pul ödənməli idi. Sual verə bilərsiniz ki, bəs yaxşı, bu qədər Roma papası ağalı getdi, həddini aşdı, varlı oldu, heç kimi dillənmədi. Təbii ki də bunu qəbul etməyənlər də var idi. Katolik kilsəsinə qarşı çıxanlar da var idi və onları dinindən dönüş adlandırırdılar, yəni bidətçi adlandırırdılar. Bidətçilər bu qədər alış-verişə, pul qazanmağa, mal hərisliyinə qarşı çıxırdılar və insanları çağırırdılar ki, indulgensiya deyilən bir şey yoxdur, cənnət qəbzi deyilən bir şey yoxdur, insanlar aldanmayın və bunları bidətçi adlandırırdılar, bu fikir söyləyənləri. Və bu bidətçiləri inkvizisiyaya verirdilər. İnkvizisiya kilsə məhkəməsidir. Yəni kilsə məhkəməsi hansı ki, burada artıq kilsənin özünün məhkəməsi var idi, insanları bura verirdilər, birbaşa günahı olmadan edam edirdilər və yaxud da başqa bir cəzasını kəsirdilər. Anladınız bu hissləri? Yəqin ki, anlamış olarsınız. Dalınca söyləyəcəyik ki, burada Almaniya ilə mübarizə. Təbii ki də Roma papası bu qədər ağalıq etdiyi bir zamanda Avropa ərazisində ona mane olacaq yeganə şəxs Almaniya imperatorları idi. Çünki Almaniya imperatoru ilə Roma papasının fikirləri toqquşurdu. Hər ikisi də ağalıq etmək uğrunda mübarizə apardığı üçün bir-birləri toqquşmalı olurdular. Lakin bu dövrdə papaya qarşı çıxanların olması ilə bərabər özlərini papanın vassalı elan edənlər də var idi. Yəni söylürdülər ki, bəzi dövlətlərin kralları söyləyirdi ki, biz papanın vassalıyıq. Papamız nə desək biz ona tabiyik. Hansı ki, söhbət gedir İngiltərə, Polşa, Danimarka krallarından. İngiltərə, Polşa, Danimarka kralları özlərini papanın vassalı hesab edirdilər. Daha sonra izah etmək istəyirəm Türk axınları haqqında. Bu dövrdə onsuz da bu katolik kilsəsi yürüyüşlərə hazırlaşırdı, insanlar içində təbliğat aparırdı, kəndliləri, feodalları, cəngavərləri özlərə çəkməyə başlayırdılar ki, şərq istiqamətində yürüyüşə başlasınlar. Belə bir zamanda digər bir tərəfdən də Bizans ərazisinə Türk tayfalarının axınları baş verirdi. Türk tayfalarının axını baş verərkən Bizans imperatoru kömək üçün Katolik kilsəsinə müraciət etdi. Çünki qəşəng bilirdi ki, Bizans imperatoru qəşəng anlayırdı ki, Katolik kilsəsinin gücü, qüvvəsi böyükdür, maliyyəsi də böyükdür, yəni pul da böyükdür. Eyni zamanda Katolik kilsəsinin o qədər əlinin altında istifadə edə biləcəyi kəndlilər var, feodallar var, ruhanilər var. Hər birindən ordu kimi istifadə edə bilirlər. Bu məqsədlə də Bizans imperatoru Türk axınlarına qarşı davam gətirmədiyi bir dövrdə kömək istəyirdi. Hətta belə bir məlumat əldə edirik ki, 1091-ci ildə Peçenek tayfalarının Bizans üzərində yürüyüşü zamanı Bizans imperatoru Roma papasından, Katolik kilsəsinin başçısına kömək istəmişdi. Düzdür, Bizansın öz ərazisində kilsə var, Pravoslav kilsəsidir. Lakin Pravoslav kilsəsinin nəyi var? Bir quru həsirdir, bir Məmməd Nəsirdir demişkən, yəni qədim atalarımız. Pravoslav kilsəsi o qədər varlı deyildi. Əsas varlıq Katolik kilsəsidir. Roma papası əsas varlı olan şəxs. Və artıq başçılar bu deməli sərib yürüyüşlərinə artıq mərkəzini qoyacağıq nə zaman? 1095-ci ildə Roma papası 2-ci Urban adlı şəxs insanları başladı çağırış eləməyə ki, gedək Qüds üzərinə, İsa'nın qəbrini xilas eləyək, düşmən tapdağından qurtaraq, artıq bu bizə yaraşmaz. Biz əgər ki, buna göz yumuruqsa, əgər İsa'nın qəbri düşmən tapdağı altında qalsın, onda biz bundan xəcalət çəkirik. Bu cür fikirlər ifadə edərək başladılar, insanlarda suçluluq, günahkarlıq hissi yaratmağa başladılar və Roma papası 2-ci Urban söylədi ki, hər bir kəs öz günahını yumaq üçün, bağışlanmaq üçün, İsa'nın qarşısında təmiz, pak olmaq üçün bu yürüyüşləri həyata keçirməlidir.
hamı qoşulmalıdır səlib yürüşünə, hər kəs şərq istiqamətində irəliləməlidir. Müsəlmanları, Yahudiləri qırmaq lazımdır, bu əraziləri işğal eləmək lazımdır, İsa'nın qəbrini düşmən taxtağından qurtarmaq lazımdır. Elə oradaca bir çox insanlar boyunlarına xaç taxıb xaçlı yürüşünə başladılar. Bu da tarixə düşdü xaçlı yürüşləri kimi, səlib yürüşləri kimi. Xaçlı yürüşləri dünya üzərində 8 dəfə olmuşdu və biz bunlardan 4'ü haqqında əsas məlumat əldə edirik. Amma ümumiyyətlə xaçlı yürüşləri 11-ci əsrin sonundan başlayır, 13-cü əsrin sonuna qədər davam edir. Bu xaçlı yürüşlərinin davam etdiyi müddət idi. Daha sonra deyəcəyik ki, məhz 2-ci Urban 1095-ci ildə Clermont adlı kilsə məclisinə çıxış eləmişdi və artıq insanlar öz tərəfə çəkməyə bacarmışdı. Və başıboş insanlar da ona qoşulmuşdular. Kimlər? Təbii ki, kəndlilər, feodallar. Çünki hər birinin məqsədi var. Məqsəd budur ki, kəndlilər feodalların zülmündən qurtulmağa çalışırlar, torpaq sahibi olmağa çalışırlar və kəndlilər gedəcəkləri yerlərdə daha yaxşı dolanışıq olacağını düşünürdülər. Düşünürdülər ki, aha, biz Avropadan çıxıb gedəcəyik başqa istiqamətə, feodalların zülmündən qurtulacağıq və artıq bu bizim üçün bir çıxış yoludur, bir yaşıl işıqdır. Feodallar nə istəyirdi? Bəs feodallar daha da varlanmaq istəyir, daha çox torpaq sahibi olmaq istəyir, imkan gəlir, qazanc, pul istəyir. Təbii ki, nə istəyəcək? Eyni zamanda Papanın özü, hələ onlardan da qabağa varlanmaq istəyirdi. Papa dünya üzərində liderlik istəyirdi, hakim olmaq istəyirdi. Bu məqsədlə də hər biri birləşirlər, artıq başlayır xaçlı yürüşlərlə. İndi gəlirəm xaçlı yürüşlərimiz haqqında məlumata. Birinci xaçlı yürüşümüz 1096-1099-cu illər dönəmini əhatə etdi. 1096-cı ilin deməli artıq biz deyəcəyik ki, yaz aylarında ilk öncə bu yürüşə başladı kəndlilər. Kəndlilər kimin rəhbərliyi altında? Pyotr adlı bir ruhaninin başçılığı altında başladılar yürüşə və istiqamət aldılar. Şərq istiqamətinə gələrkən Bizans ərazisinə gəldilər. Bizans ərazisindən gələn zaman artıq Bizans imperatoru bu kəndliləri gördü və çox da qəşəng anladı ki, bunlar nə üçün gəlirlər? Yəni işğalçılıq üçün, qarətçilik üçün Bizansın kömək məqsədilə gəlməyiblər. Çox qəşəng anladı bunu Bizans imperatoru. Buna görə də Bizans imperatoru bu kəndliləri yönləndirdi Anadolu istiqamətində. Anadolu istiqamətində irəliləyən kəndlilər burada Səlcuqlar tərəfindən darmadağın edildilər. Artıq bu birinci səlib yürüşünün birinci dalğası uğursuz oldu. Lakin 96-cı ilin payızında bu dəfə səlib yürüşünə davam etdi, hərəkətə keçdi feodal cəngavərlər. Feodal cəngavərlər burada gəldilər və bunlar bura gələn zaman yenə Bizans ərazisinə gəldilər. Yenə təbii ki, onların qarətçilik, talançılıq məqsədlərini Bizans imperatoru çox gözəl anladı və Bizans imperatoru onların bu qarətçilik, talançılıq məqsədini özünün xeyrinə dəyişmək üçün belə bir siyasət yürütdü. Bizans imperatoru səlib yürüşünü həyata keçirən feodal cəngavərlərə müqavilə imzaladı. Müqaviləyə əsasən bu səlibçilər hansı torpaqları ki işğal etsəydilər, türk torpaqları falan, bunları Bizans imperatoruna verməli idilər. Bizans imperatoru da bu torpaqların qarşılığında səlib yürüşünün iştirakçılarına pul, ərzaq, yardım, hər bir şey göstərməli idi. Belə bir anlaşma imzalamışdılar. Nəhayətində biz deyəcəyik ki, bu birinci səlib yürüşünün sonunda feodal cəngavərlər Səlcuq dövlətini zəiflədirlər, Səlcuq dövlətinin əlində olan Qüds bölgəsini işğal edirlər. Qüdsün işğal edilməsi məhz birinci səlib yürüşü nəticəsində baş verdi. Nəhayət 1099-cu ilin artıq sonunda Qüds krallığı, Antioxiya knyazlığı, Edessa qraflığı, Tripoli qraflığı adlı 4 dənə inzibati bölgü ərazi meydana gəlmiş oldu. Artıq bunu səlibçilər meydana gətirdilər. Görün videomuz davam edirmi? Aha, davam edirik. Deməli, artıq 4 dənə inzibati bölgə yaradıldı. Bunların içərisində ən böyüyü Qüds krallığı hesab olunurdu. Digərləri Antioxiya, Edessa və Tripoli Qüds krallığından asılı vəziyyətdə idi, onun tabeliyində idilər, vasal asıllığında idilər və Qüdsün qanunları əsasında da digərləri idarə edilirdi. Bu oldu bizim birinci səlib yürüşü haqqında məlumatlarımız. İkinci yürüşə üstəlmək istəyirəm. Burada deyəcəyik ki, ikinci yürüşün başlama səbəbi var. Belə ki, Mosul əmri, yəni Mosulun hakimi olan şəxs
xaçlıları, sərib yürüşünün iştirakçılarını məğlub edir. Və bu məğlub etməsindən sonra, yəni orada hansı ki Mosul əmri bu işğal edilmiş ərazilərdəki xaçlıları məğlub edir. Bunun ardınca artıq Avropa feodalları ayağa qalxırlar və ikinci sərib yürüşü baş verir. 1147-1149-cu illər ərzində, yəni 2 il ərzində həyata keçirilir. Lakin ikinci sərib yürüşü uğursuzluqla nəticələnəcək. Niyə? Çünki sərib yürüşünün iştirakçıları arasında ziddiyyətlərin olması, Bizansın onlara yardım etməməsi, eyni zamanda Səlcuqların güclü müqavimət göstərməsi ikinci yürüşün uğursuzluğa düçar olmasına gətirib çıxartdı. Bu da bizim ikinci yürüşümüz. Üçüncü yürüşümüzə keçmək istəyirəm. 1187-ci ildə Misir hakimi Səlaheddin Əyyubi adlı bir şəxs Təbəriyyət döyüşündə iştirak edir və bu döyüşdə xaçlıları məğlub edir. Sərib yürüşü iştirakçılarını məğlub edir və Qüdsü azad edir. Baxın, Qüdsün azad edilməsi 1187-ci ilə aiddir. Aha, Avropada vəziyyət artıq gərginləşir. Çünki artıq Qüds Misir müsəlmanları tərəfindən geri qaytarılmışdı. Buna cavab olaraq Avropalılar və bir sıra dövlətlərin başları artıq başladılar yürüşə. Üçüncü sərib yürüşü əhatə etdi 1189-1192-ci illər dönəmini. Üçüncü yürüşə rəhbərlik etdi kimlər? Müqəddəs Roma İmperiyasının hökmdarı, Fransa kralı, İngiltərə kralı, 3 dənə dövlətin birləşməsindən başladılar yürüşə. Və bu yürüşə başlayan zaman Fransa ilə İngiltərə kralı təklif irəli sürdülər ki, dəniz yolu ilə irəliləsinlər, dəniz vasitəsilə getsinlər Misirə və Misiri məğlub etsinlər, hansı ki Aralıq dənizi vasitəsilə. Lakin buna qarşı çıxdı Müqəddəs Roma İmperatoru Friedrich Barbarossa adlı şəxs. Biz həm də Müqəddəs Roma İmperiyasını Almaniya dövləti kimi adlandıra bilərik. Çünki onun bir sıra torpaqları Almaniya torpaqlarını əhatə edirlər. Və Almaniya İmperatoru və ya desək ki, Müqəddəs Roma İmperatoru Friedrich Barbarossa qarşı çıxdı ki, yox, quru yolla gedək, dəniz yolundan getməyək. Quru yolla gedəndə bunlar gəldilər, çatdılar Konya şəhərinə və Konya şəhərini dağıtdılar və növbəti istiqamətdə artıq Suriya-Fələstin işğalı dururdu ki, Suriya-Fələstin işğal edilməli idi. Allah Taala insanları bu Friedrich Barbarossanın şəhərindən qorudu. Belə bir cümlə qeyd olunur kitabda. Niyə? Çünki Friedrich Barbarossa quru yolla irəliləyəndə gəlib çatdılar Göysu çayına və suyun deyir, deməli, dizə qədər çatmadığı bir yerdə necə olsa suda boğuldu, öldü Friedrich Barbarossa. Artıq Müqəddəs Roma İmperatoru Göysu çayında boğulub ölür. Və bunun ölməsi ilə Suriya-Fələstin düşmən işğalından qurtulur. Fransa ilə İngiltərə artıq geri qayıdırlar və üçüncü yürüş uğursuzluğa nəticələnir. Dördüncü yürüş. Deyəcəyik ki, 1202-1204-cü illər dönəmini əhatə etdi 2 il ərzində. Dördüncü yürüşə birbaşa rəhbərlik etdi Roma papasının özü, hansı ki bu dövrdə 3-cü Innokenti adlı şəxs burada Roma papası idi, Katolik kilsəsinə başçılıq edirdi. Papa 3-cü Innokenti ilk öncə Misir istiqamətində irəliləməyi düşünürdü ki, Misir istiqamətində irəliləsin və Misiri özünə tabe etsin. Lakin bunun üçün də böyük xərc lazım idi və yeni vergilər təyin etdi Papa. Və digər bir tərəfdən də yeni təyin etdiyi vergilər hesabına o gəmilər almalıydı. Çünki gəmilər lazım idi dənizdə irəliləmək üçün. Gəmi kirayələmək üçün Venesiya dövlətinə danışıqlar apardı Roma papası və Venesiyadan gəmilər kirayələdi. Lakin iş elə gətirdi ki, 4-cü sərib yürüşünün istiqaməti Misirdən Bizans ərazisinə yönləndirildi. Niyə? Çünki Venesiyanın da düşməni Bizans idi. Bir-birlərin ticarətdə mane olurdular. Və Venesiya söylədi ki, Misir uzaq yoldur. Gəlin Misirə getməkdənsə Bizans istiqamətində irəliyin və böyük qarətlər, talanlar həyata keçirin. Venesiyanın söylediyi fikirlər əsasında və yolun da uzaqlığı nəzərə alaraq səribçi dəstələri Misir istiqamətində yox, Bizans istiqamətində irəlilədilər və 1204-cü il dönəmində artıq burada gəlirlər, Konstantinopol şəhərini ələ keçirirlər, dağıdırlar, yandırırlar, məhv edirlər. Konstantinopolda olan Müqəddəs Sofiya məbədini mundarlamaqdan belə çəkinmirlər. Bu məbədi məhv edirlər. Və elə əsl, tezdə sual düşür ki, sərib yürüşlərinin iştirakçılarının əsl məqsədləri, iç üzləri özünü harda göstərdi 4-cü sərib yürüşündə, Bizansa gedən zaman.
və artıq 1204-də Sərəpçilər burada tam məskunlaşdılar Bizans ərazisində, özlərinin Latın imperiyasını qurdular. Latın imperiyası 57 il davam etdi. 1204-dən 1261-ci ilə qədər, ən sonunda 1261-ci ildə Bizans əhalisi üsyan qaldırır, ayağa qalxırlar, Latın imperiyasına son qoyurlar, Sərəpçiləri ölkədən qovmağı bacarırlar, Bizans yenidən öz müstəqilliyini bərpa edir. Lakin Bizans öz müstəqilliyini bərpa etsə də əvvəlki artıq vəziyyətinə geri qayıda bilmir, çünki artıq böyük bir zərbə almışdı sərb yürüşlərindən. Ümumiyyətlə, belə məlumat verim ki, yəni deyirəm, biraz öncə söylədiyim kimi 8 ədəd yürüş var isə biz bunun 4-ü haqqında məlumat əldə edirik. 11-ci əsrin sonunda başlayan bu yürüşlər 13-cü əsrin sonunda artıq yekunlaşmış oldu, yəni 2 əsr davam etmiş oldu. Ümid edirəm ki, yürüşlərini anlaya bildiniz. Şərq istiqamətində həyata keçirilən yürüşlər xaççı yürüşləri, sərib yürüşləridir. İndi isə gəlirəm Rekonkista hərəkatına. Bu nədir? Bu da onun elə bir qardaşıdır, bir növ tayıdır, amma bir qədər fərqlidir. Belə ki, biz hələ lap qədim dövrdə deyəsək, bir qədər yəni geri qayıtsaq, Ərəb dövlətinin keçən zaman belə bir məlumat əldə etmişdik ki, Əməvilər sülaləsinin yürütdüyü siyasətə qarşı Əbu-Müslüm üsyanı baş verir 750-ci ildə və Əbu-Müslüm üsyanı zamanı Əbu-Müslüm qalib gəlir. Əməvilər hakimiyyətdən gedirlər, yerinə Abbasilər gəlirlər və Əməvilər artıq Ərəb dövlətində hakimiyyətdə ola bilmədikləri üçün başqa istiqamətdə yol alırlar. Bu ərəblər, Əməvilər gedirlər İspaniya istiqamətində, Pireneya yarımadası istiqamətində irəliləyirlər və kitabda düzdür, indi ili verilmir, amma köhnə kitablar deyirdi ki, 756-cı ildə, indi isə qeyd olunur ki, 8-ci əsrin ortalarında, yəni eyni mənaya gəlib çıxır. 8-ci əsrin ortalarında bu Əməvilər sülaləsinin nümayəndəsi olan ərəblər İspaniya ərazisində, Pireneya yarımadasında Kordova xilafətini qurdular. Kordova xilafəti İspaniyada meydana gəlmiş bir müsəlman dövləti oldu. Kordova xilafəti çox güclü bir dövlətə çevrildi və ən çox da elm, mədəniyyət, sənətkarlıq, ticarət cəhətdən inkişaf etdi. Kordova xilafətində gecələr küçələri işıqlandıran lampalardan istifadə olunurdu. Kordova xilafətində universitetlər, məscidlər, mədrəsələr fəaliyyət göstərirdi. Kordova xilafətində on minlərlə əlyazma kitabları saxlanılan kitabxanalar var idi. Yəni bu qədər inkişaf etmişdi. Hətta indi Avropa əhalisinin tanış olduğu rəqəmləri ilk dəfə Kordova xilafətində yaşayanlar tətbiq edib öyrənmişdilər. Və insanlar, Avropada yaşayanlar daha çox təhsil almaq üçün, daha çox elmi bilik əldə etmək üçün Kordova xilafətinə gedib orada təhsil alırdılar. Kordova xilafəti, yəni həmin dövr üçün çox inkişaf etmiş bir bölgə idi. Və burada Kordova xilafətində yalnız müsəlmanlar yaşamırdı. Xristianlar da yaşayırdı, Yəhudilər də yaşayırdı. Xristianların və Yəhudilərin də öz dinlərinə sərbəst şəkildə ibadət etmələrinə, istəyiş göstərmələrinə icazə verilirdi. Yəni tam tolerantlıq var, yəni hər bir şeyə imkan yaradılırdı. Daha sonra biz deyəcəyik ki, bu Kordova xilafəti müəyyən dövrdə artıq zəifləməyə başlayır. Belə ki, burada Rekonkista hərəkatı həyata keçirilir. Rekonkista nədir? Rekonkista bir növ xaçlı yürüşüdür, lakin şərq istiqamətində yox, qərb istiqamətində gedənlər Rekonkistanı həyata keçirənlərdir. Yəni Papa necə ki, şərq dövlətlərini müsəlmanlardan, Yəhudilərdən təmizləməyə çalışırdı. Eyni zamanda da Papa Avropa ərazisində o İspaniyanın Pireneya yarımadasını müsəlmanlardan, Yəhudilərdən təmizləməyə çalışırdı. Sadəcə biz indi burada xəritə yoxdur, mən göstərəm. Şərq istiqamət deyəndə Bizansdır, Səlcuq dövlətini nəzərdə tutursa, qərbi istiqamət deyəndə İspaniyanı, Portuqaliyanı nəzərdə tutacağıq. Və bu Kordova xilafətində yaşayan müsəlmanları, Yəhudiləri təmizləmək üçün buraya yürüş edən xaçlı yürüşçüləri, səribçi yürüşləri Rekonkista adını aldı. Rekonkista hərəkatı ümumilikdə 11-15-ci əsrlər aralığını əhatə etdi. Çünki artıq bu Rekonkista nəticəsində 11-ci əsrdə Kordova xilafəti parçalanır və bir sıra dövlətlər yaranır. Hətta bu yarananlardan bəziləri müsəlman dövlət olsa da belə, bəziləri xristian dövlətləri idi. Məsələn, müsəlman Granada əmirliyi yaranmışdı, Granada əmirliyi. Amma xristian dininə mənsub olan, xristian dövlətlərdən hesab olunan burada var idi. Portuqaliya, Kastiliya, Aragon, Navarra krallıqları var idi. Bunlar hamısı xristianların, yəni
nümayəndəsindən təşkil olunmuş ərazilər idi. Və biz belə bir məsələyə rast gəlirik ki, Roma papası ayparaya qarşı mübarizəyə səsləyirdi səlibçi yürüşünün iştirakçılarını. Yəni söylürdü ki, o dövrdə İspaniya bir qədər xəritə üzərindən baxanda ayparaya bənzəyirdi və deyirdi ki, ayparaya qarşı mübarizə aparmaq lazımdır. Bu ad altında gedib bura yürüş edirdilər. Belə bir məlumat əldə edirik ki, 1479-cu ildə Kastilya və Aragon krallıqları birləşirlər, vahid İspaniya dövləti yaranır. Daha sonra, bir qədər sonra bu İspaniya dövləti Fransa ilə birləşir, öz aralarında Navarra krallığını iki hissəyə bölürlər. Baxın, yenə vurğulayıram. Kastilya, Aragon birləşdi, vahid İspaniya yarandı 1479-cu ildə. Bir qədər sonra İspaniya Fransa ilə ittifaq qurur, Navarra torpaqlarını öz aralarına bölüşdürürlər. Artıq Pireneya yarımadasında 15-ci əsr dövründə iki dövlət var idi. Portuqaliya krallığı, İspaniya krallığı. Elə həmin dövrdə olan krallıqlar indi davam edir, yəni indi var. Portuqaliya dövləti və İspaniya dövləti. Bir dənə burada qalmışdıq, Granada əmirliyi, müsəlman əmirlik idi axı. O da nə qədər mübarizə aparsa sonunda artıq onu da məğlub edirlər. 1492-ci ildə Granada əmirliyi İspaniyanın işğalı altına düşür. Bu da artıq keçir İspaniyanın tərkibində və xristian ərazisi hesab olunur. Və belə bir məqam vurğulanır ki, Granada əmirliyi deməli 1492-ci ildə İspaniyanın tərkibindən keçən zaman əhaliyə söylürlər ki, güya müsəlmanların, yəhudilərin dininə dəyməyəcəklər, toxunmayacaqlar, hər kəs özü istədiyi kimi öz mülkündə yaşayacaq, öz dininə sitayiş edəcək, amma bunları aldatdılar. Çünki daha sonra onlara məcbur etdilər ki, ya buranı tərk etməlisiniz, ya da xristianlıq dinini qəbul etməlisiniz. Təbii ki də müsəlmanlar və yəhudilər xristianlığa qəbul etmirlər bir çox qismi. Onlar Afrika istiqamətində irəliləyirlər və Şimali Afrikada məskunlaşırlar. Sonra biz bu İspaniya ərazisində olan memarlıq abidələrinə adlarını çəksək, deyə bilərik ki, bir dəqiqə videoya baxım, davam edirmi? Deyə bilərik ki, Sevilya ərazisində Əl-Kasar saray qalası, Granada ərazisində Elhambra saray qalası bu dövrün tanınmış memarlıq abidələrindən biri idi. Sonra Kordova xilafətində yaşayan insanlar Aralıq dənizi vasitəsilə ticarət əlaqəsi saxlayırdılar harayla. İtaliya ilə, Bizansla, Abbasilər xilafəti ilə və Şimali Afrikaya ticarət əlaqəsi saxlayırdılar. Bunlar verəcəyi məlumatlar Reconquista hərəkəti ilə bağlı idi. Bir də ən sonunda bilirəm sizi yordum, amma məcburam izah eləməyə, çünki anlamamız üçün. Ən sonunda deyəcəyim məqam xaçlı yürüşləri ilə bağlıdır ki, xaçlı yürüşlərinin nəticələri nə oldu? Bəs bu Reconquista nəticəsi nə oldu? Şərq istiqamətində gedənlərin hansı nəticələri oldu? Ümumiyyətlə söyləyim ki, sərhədçi dəstələri bu ərazilərə gələn zaman böyük vəhşiliklər törədirdilər. Eyni zamanda o Bizansda, hansı ki vaxtilə Bizansla müqavilə imzalanmışdı, o müqavilənin şərtini pozurdular bir tərəfli qaydada və bu kimi halların yaşanması artıq şərq əhalisinin, müsəlmanların və yəhudilərin Avropa xalqlarına olan inamını azaltdı, onlara qarşı bir inamsızlıq yaratdı. 4-cü yürüşdən sonra artıq Bizansın ticarətdə olan üstünlüyü itdi. Ümumiyyətlə, onun ticarətdə üstünlüyün itməsi ilə bağlı belə bir məqam vurğulayacağıq ki, səlib yürüşlər nəticəsində Bizansla ərəb ticarətdə artıq öz əvvəlki üstünlüklərini itirirlər və öz yerlərini verirlər. İtaliya şəhərlərinə, Venesiya və Genuya şəhərləri artıq ticarətdə əsas üstünlüyə, mövqeyə sahib olurlar. Artıq ticarət keçir dənizlərə, dövlətlərdən artıq keçir dənizlərə. Və burada digər bir tərəfdən də xaçlı yürüşlər nəticələndi, sonlandı, yekunlaşdı, papaların yenə ürəyi soyulmadı. Çünki papalar istədiyi sərvəti əldə edə bilməmişdi. Bu dəfə papalar başladılar güya ki, peşmançılıq hissindən qurtulmaq, insanların yenidən bu cür sərhəd yürüşdən getməyənlərin o günahını yumaq, özlərini peşmançılıqdan qurtarmaq üçün əlavə pul tələb eləməyə başladılar. Yeni sənədlər, fərmanlar çıxartdılar. Artıq bu kimi olması, bütün bu proseslərin olması papaların nüfuzunu, katolik kilsəsinin nüfuzunu aşağı saldı. Artıq insanlar içərisində onlara qarşı bir inamsızlıq yaranmış oldu. Xaçlı yürüşlər nəticəsində Avropalılar şərq əhalisindən bəs nələri öyrəndilər?
İpək əldə etməyi, dərman hazırlamağı, ətir hazırlamağı, güzgü istehsal etməyi, yer dərmanı hazırlamağı öyrəndilər. Eyni zamanda Avropalılar şərq əhalisindən mədəni sahədə bir sıra nailiyyətlər əldə etdilər. Belə ki, artıq Avropalılar bu yürüşlərdən sonra deməli, isti hamamda yuyunmağı öyrəndilər, əllərini yemək yeməzdən öncə yumağı öyrəndilər. Bundan başqa deyəcəyik ki, çəltik, qarpız, qarabaşaq, limon, ərik əkib becərməyi öyrəndilər. Eyni zamanda Avropalıların ilk dəfə elə kağızla və barıtla tanışlığı da sərgi yürüşləri zamanı baş verdi. Bütün bunların hamısı sərib yürüşlərinin texniki nailiyyətləri idi. Avropalılar bu nailiyyətləri qazana bildilər. Amma çox təəssüflər olsun ki, şərq ərazisi böyük dağıntıya məruz qaldı, böyük müharibələrə məruz qaldılar. Bir də burada qeyd olunur ki, Qüds ərazisində bəzi memarlıq abidələri haqqında Qüdsün digər adı Yerusəlim adlanırdı və Qüdsdə Əl-Əqsa məscidi yerləşirdi ki, müsəlman memarlığında 3-cü əsas məscid hesab olunur. Əl-Əqsa məscidi idi. Bir də yəhudilər düşünürdülər ki, Süleyman məbədi Qüdsdə yerləşirmiş. Lakin bu Süleyman məbədi sonraki dövrlərdə Romanın işğallarına məruz qalmışdı və dağıdılmışdı. Ümumiyyətlə, Qüds ərazisi 7-ci əsrdən Əlbərin hakimiyyəti altında olmuşdu. 11-ci əsrdən isə Səlcuqların hakimiyyəti altında olmuşdu. Lakin 11-ci əsr dönəmində bir müddət Qüds ərazisi Səlcuqların əlinə keçir, sonra yenidən Səlcuqların özündən geri qayıdır. Yəni, dərsimizi anlaya bildiniz, ümidvaram ki, anlamış olarsınız. Yenidən təkrar qoşub izləyib baxarsınız. Çalışdım ki, bütün xırdalıqlarına qədər izah edeyim, çünki kitabda da böyük mövzudur, amma videoyu izləməklə daha yaxşı anlaya bilərsiniz. Növbəti dərslərimizə görüşənədək sağ olun, salamat qalın.